Başlayırıq Yapon oyunlarına. Yapon oyunlarından biz keçəcəyik. Sudoku, Futoshiki, Kakuro, Hitori, sınıq xətt, çubuq dəstələri, bunker, akvaryum. Bunları keçəcəyik. Bir də elastik kürələr. Birinci gəlir Sudoku. Yoldaşlar, Yapon oyunlarının hamısına ortaq olan bir xüsusiyyət var. Təkrarlanma olmaz. Sətirdə, sütunda təkrar olmayacaq. Hərf, rəqəm yazacağımız Yapon oyunlarında təkrar heç vaxt olmayacaq. Və hərəsinin də özünə xas xüsusiyyəti var. Sudokuda blokda da təkrar olmaz. Kakuroda rəqəmlərin cəminə baxmalıyıq. Futoshikidə böyük-kiçik işarələr olacaq. Hitoridə qaralanma olacaq. Gəlir indi Sudokuya. İlk öncə Sudokudan başlayırıq. Sudokuda bizə deyir ki, verilmiş cədvəlin xanalarına 1-dən 6-ya qədər rəqəmləri elə yerləşdir, elə yazılmalıdır ki, baxın 3 nömrəli testdə. Hər sətir və sütunda bu ümumi qayda. Hər sətir sütunda. Və həmçinin tünd xəttlərlə hüdudlanmış 6 xanalı hər blokda. Bu isə Sudokun özünə xas qaydasıdır. 6 xanalı blok isə, baxın bu tünd xəttlərlə hüdudlanmış blok. Baxın bu. Burada rəqəmlərin heç biri təkrar olmur. Və bütün rəqəmləri yazılmalıdır. 6 dənə blok var, 6 dənə rəqəm verir. Ola bilər 4 dənə blok olsun, 4 rəqəm verirsən. Burada siz ilk öncə diqqət eləyirsiniz ki, məndən nə istəyir? Bir sual işarəsi istəyir, yəni bir rəqəm istəyir məndən, yoxsa 2 və daha artıq. 2 və daha artıq rəqəm istəyirsə, sətirdə, sütunda və blokda ən çox olan rəqəmdən başlayacağım. Yəni, hansı sətirdə rəqəm çoxdur oradan, hansı sütunda rəqəm çoxdur oradan, hansı blokda rəqəm çoxdur oradan. Yox, bir dənə sual istəyirsə, baxın 3-də olduğu kimi. Bir dənə sual istəyirsə, mən birbaşa sual olan bloka fokuslanacağım. Ola bilər ki, 2-3 hərf istəsin, sual istəsin. Baxın, burada həm B-ni istəyir, həm A-nı. Mən burada nə edəcəm? Çox olan sətirdən, sütundan baxacağım. Və yaxud da burada A, B, C, D-ni istəyir. 4 dənə rəqəm istəyir bizdən. Deməli, burada sətirə, sütuna, bloka baxmalıyım. Ən çox rəqəm haradadır? Hamısını işləyəcəyim. Deməli, bizə şərtdə bildirdi ki, hər sətirdə, sütunda, blokda bir dənə olmalıdır rəqəm. Nə edirik? Bir sual istədiyi üçün baxırıq həmin sual olan bloka. Blokda 2 və 6 rəqəmləri var. Blokun sətrinə, ümumi blokun sətrinə və sütununa baxacağım. Yəni, bu bloka və bu 2 bloka baxacağım. Görüm nə var? Hansı rəqəmlər var orada? Mənim blokumda onlardan varmı? Yazıla bilərmi? Yazıla bilməzmi? Deməli, 4. Bu 2 xanada olmayacaq. Bunlarda ola bilər. 3. Burada olmayacaq. Bu 2 xanada ola bilər. Və burada da 3 var. Deməli, burada da 3 olmayacaq. Sətirdə, sütunda bir dənə olmalıdır axı. O 3 var orada. 3-ü yaza biləcəyim yer hara qaldı blokda? Bir dənə sual işarəsinin yeri. Bu qədər sadə. Sonra 4-ə baxaq. Yenə məndən bir sual istədiyi üçün birbaşa bu bloklara və bir də bu bloka baxıram. Deməli, 2-yə baxsaq, bura 2 yazılmayacaq, burada yazılmayacaq. Burada da 2 olduğu üçün 2 bunlara da yazılmadı. 2-nin yazılası bir dənə yeri qaldı. 1-in yanı. Sonra keçirik 4-ə. 4. Heç birinə yazılmayacaq. 4-ün yazılası bir yeri qaldı. Sual işarəsi olan yer. Bu qədər sadə. Çətin heç nə yoxdur Sudokuda. İndi baxaq
blokları qarışıq olanlara. Yəni jigsaw sudoku gedir bunlar. 7 nömrəli test jigsaw sudoku gedir. Yəni blokları qarışıqdır bunlar. Yenə də şərtimiz eynidir. Blokda, sətirdə, sütunda təkrarlanma olmasın. Baxaq. Deməli 4 və 2 var. Məndən 2 dənə sual istədiyi üçün, 2 hərf istədiyi üçün. Nə edirəm? Çox olan sətrə, sütuna və bloka baxıram. 2 və 4 var. Bu sütunda 1 ilə 3 yoxdur. Burada da 1 olduğu üçün 1 buraya yazılmır. Deməli, avtomatik 3, yuxarı 1 düşdü. Sonra deməli, 4 burada olduğu üçün yazılmayacaq heç birinə. Blokda da bir dənə 4 olmalı orta blokda. 4 buraya yazılacaq. Sonra 1 olduğu üçün 1 yazılmayacaq. Deməli, bir dənə bura qaldı. Blokda, orta blokda 1, 3, 4 yazılıb. 2 yoxdur. Sətirdə, ikinci sətirdə 1, 2, 4 var. 3 yoxdur. Bu sütunda, ikinci sütunda 1 ilə 4 var. 2 və 3 yoxdur. 3, yuxarı 2. Çünki burada 2 var. 1, 2, 4 yazılıb. 3 yoxdur. 1, 2, 3 yazılıb. 4 yoxdur. 1, 3, 4 yazılıb. 2 yoxdur. 2, 3, 4. 1 yazacaq. 1, 2, 3, 4 yazılacaq. Bu qədər sadə. Kimə nə qaranlıq qaldı? Səbinə xanım, Nərgiz xanım, nəsə qaranlıq qalan qaldı? Orada bir dənə yuxarı qalsın. Hə. Bəli, o da blokdur. Bəli, o blok sayılır. Qarışıq da olsa yenə blokdur. Düz də ola bilər, qarışıq da ola bilər. Aydındır? Bunlar ancaq ən çox bu tipdə olanlar düşür magistra. Sizə düşsə belə bu tipdə düşəcək. Çox güman belə düşəcək. Ola bilər bir ehtimal bu tipdə də düşsün. Belə bloklar qarışıq olan. Çətin deyə, çox rahatdır. Deməli, indi bu 8-i də işləyək. Görək bu 8-də bizdən nə istəyir? 4 dənə hərf istəyir bizdən. A, B, C, D hərflərinin yerində yazılmış olan rəqəmlərin cəmini istəyir. 4 dənə istəyirsə nə edəcəyik? Ən çox olan sətir, sütun, blok. Bunlara baxmalıyıq. Baxırıq ki, burada 4 dənə rəqəm var. 1, 3, 4, 5 var. 2 və 6 yoxdur. Tez bu boş xanaların sətrinə baxıram ki, hansı rəqəm harda var? Burada 6 var. Deməli, B-yə 6 yazamayacam. 2-ni B-yə yazdım. Bura 6 yazdım. Bu hazır. Sonra baxırıq. 2, 5, 4, 6, 2, 4, 5, 6, 1 ilə 3 yoxdur. Bu xanalara 1, 3 yoxdur. Blokda da 1, 3 yoxdur heç birində. Sütunda da 1, 3 yoxdur. Baxın, burada sütunlarda da 1, 3 yoxdur. Mən burada hansına 1, hansına 3 yazacağım, onu bilmərəm. Başqa nəticəyə gəlmək lazımdır. Və yaxud da hansı bloka nə yaza bilərik? Misal üçün 4 rəqəmi bu blokda, ikinci blokda harda yazıla bilər? Birinci blokda harda yazıla bilər? Onlara fikir verəcəksiniz. Misal üçün 4 rəqəmi sonuncu blokda, baxın, burada 4 olduğu üçün yazıla bilməz. 4 olduğu üçün yazıla bilməz. 4 ancaq A olan yerə yazılacaq. Sonra deməli 2, 4, 6, 1, 3, 5 qalıbdır. 1, 3, 5 heç biri yoxdur. Baxaq deməli bu sətrə. 2, 3, 4, 5 yazılır. 1 və 6 yoxdur. Burada 6 olduğu üçün 6-nı yaza bilmərik. 1, burada 6 olacaq. Bunu da tapdıq. Sonra baxaq. Deməli, bu blokda 6
yazıla bilməz. 6 yazıla bilməz. Burada da 6 var, yazıla bilməz. 6'nı yaza biləcəyimiz bir dənə xana qaldı. Sonra 6 başqa hansı blokda yoxdur? Və yaxud da hansı sətirdə, hansı sütunda yoxdur? Birinci blokda 6 yoxdur. Hara yazacağım birinci blokda 6'nı? 2'nin yuxarısına. Niyə? Çünki burada 6 var. Bura 6 yetməz. Sətirdə bir dənə 6 var da. Sütunda bir dənə 6 var. Başqa 6 lazım deyil daha bizə. 1, 2, 3, 5, 6 var. Nə yoxdur? 4 yoxdur. Deməli 4, 5, 6. 1, 2, 3 yoxdur. 2'nin yazılmayacağı bir dənə bu xanadır. Bunların hansında 2 olacaq mənə dəqiq məlum deyil. Sonra 1, 2, 3 qalıb. 4, 5, 6 yazılıb. Yenə 1, 2, 3 qalıbdır. Sonra baxaq. 1, 4, 6, 2, 3, 5. 2, 3, 5. 2 bu blokda 2 olmayacaq. Və yaxud da 2, 5, 4, 6. 1'in yeri məlum deyil hələ. 1 burada düşməyəcək. 1 burada düşməyəcək. Bunların heç birində 1 olmayacaq. Yerləri hələ ki məlum deyil. Sonra 4'ün yerinə 4'ü. Baxın 4 olmayacaq. Burada da 4 olduğu üçün 4 olmayacaq. 4 bir dənə D-yə qaldı. Bir dənə qalıb S hərfi. S hərfini də tapsaq hazırdır. Və burada heç vaxt ehtimala getməyəcəksiniz. Kakuro'da, Futoshiki'də hardasa ehtimala gedə bilərsiniz. Amma burada getməyin heç vaxt. Ehtimala getsəz çox qarışdırarsınız. Ən sonda gəlib bilərsiniz ki, səhv ehtimaldasınız. Sonra deməli 4'ün bütün yerlərdə tapdıq. 6'nı bütün bloklarda tapmışıq. Ehtiyac yoxdur. 1, 2 dənə yerə qalıbdır. Hələ ki məlum deyil. Burada da yenə 1, 2 yerdə qalıbdır. 1-dən 3 qalıbdır. Yenə də məlum deyil. 1, 4, 6, 2, 3, 5 yoxdur. 2, 3, 5. Necə? Üçüncü sətir. Bura. Bura. Üçüncü sətir budur. Üçüncü sütunda budur. Bura. Blok. Hə. 5 bura olmaz. Bura 5 yazılacaq. Bura niyə 5 yazılmır? Bilmir ya hələ. Dəqiq məlum deyil bizə. Baxaq başqa nəticəyə, başqa yerlərə baxaq tez. Deməli, blokda 1, 4, 6, 2, 3, 5 yoxdur. 2 yazılmayacaq. Necə? 6, 2, 3, 5, 2, 3, 5, 5 yazılmayacaq, 5 yazılmayacaq. Baxın, 1, 4, 6 var, 4-cü sətirdə. 1, 4, 6, 2, 3, 5 yoxdur. 5 yazılmayacaq, 5 yazılmayacaq. 5'in yazılısı bir dənə yeri qaldı. İndi həmin sütuna baxaq və yaxud da həmin bloka. 1, 4, 5, 6, 2 ilə 3 yoxdur. 3, 2 var burada. Bura 2 yazılacaq. Sonra 1, 2, 4, 5, 6, 3 qaldı. Deməli, bura 1 ilə 3 qalmışdı axı. 3 bura getdisə, bura 1, burada 3. Sonra 1, 2, 3, 4, 6, 5. Bura 1. Sonra deməli 1, 3, 4, 6, 2 ilə 5 yoxdur. 5 bu blokda olduğu üçün, həm də bu sətirdə olduğu üçün. 2, bura 5. 4, 5, 6, 1, 2, 3 qalıbdır. 1, 2, 3. 1 bunların heç birinə getməz, 1 var. Bura 1 olacaq.
2 və 3. Bura 3, bura isə 2. Sonra deməli, burada 1 yoxdur, burada da 3 yoxdur. Hamısını doldurduq. Bizdən də ABCD-nin cəmini istəyir. Aydın oldu? Yoldaşlar aydındır. Əla. Baxın, böyük olanlarda, misal üçün 11 nömrəli testdə, bu qarışıq bloklarda rahatdır. Niyə rahatdır? Çünki burada bir dənə 6 verəndə, bunların heç birinin 6 getmir, 6-nın yazısı bir dənə yeri qalır. Və yaxud da, baxın, burada 1 olanda, heç birinə 1 getmir, 1-in yazısı D və bu boş xana qalır. Ya da, baxın, burada 6 yazılıb. Heç bir xanada 6 yazılanmaz axı. 6-nın yazısı bir xanası qalır. Bu tiplər, böyük olanlar, rahatdır. Çünki bir rəqəmə görə 5-6 xananı birdən, 4-5 xananı birdən aparırıq. Gedir. Rəqəmi yaza bilmirik. Bir dənə yer qalır. Məcbur bir yer qalır. Sonra, burada hara nə yaza bilərik? 1, 3, 5, 6 yazıldı. 2 və 5 qalır. 2 və 4 qalıbdır. 2 və 4. Burada 4 olduğu üçün 2, 4. Həmişə 2, 4 qalan kimi tez həmin boş xanalarda sətir üzrə baxın. Sətirdən tapanda sütun üzrə baxın. Görün, hara nə yaza bilməzsiniz. Sonra, baxın, 2, 3, 5, 6 yazıldı. Blokda nə çatmır? 1 ilə 4. 1 burada var axı. Deməli, 4. D-yə 1 yazılacaq. 1, 3, 5, 6. 2 və 4 yoxdur. 4-ü bura yazdıq. 2 burada 4 olacaq. Sonra 1, 4, 5, 6. 2 ilə 3 yoxdur. 2 və 3. 3 bu sətirdə həm də blokda olduğu üçün 2, burada 3. 1, 3, 4, 5, 6. 2 yoxdur. Sonra 2, 3, 4, 5, 6. 1 yoxdur. Son bu sətir hamısı tamamlandı. 1, 2, 4, 5, 6, 3. Blokda 3 yoxdur. Sonra 2, 3, 4, 5, 6, 1 yoxdur. 1, 3, 4, 5, 6. Blokda 2 yoxdur. Sütuna baxsaq 1, 2, 3, 5, 6, 4 yoxdur. Sonra 1, 3, 4, 5, 6, 2 çatmır. Hamısını doldurduq da. Deməli, məndə ABCD-nin cəmi nə oldu? 1, 2, 3, A haradaydı? Burada da 1 olacaq. 4. Aydındır.